ولهذا لما أنكر القدرية وقوع المعاصي بمشيئة الله وقالوا العبد يخلق فعل nefsihi. Buna görə də qədəriyyə firqəsi günahların Allahın istədiyi ilə baş verdiyini inkar edib, bəndə öz əməlini özü yaradır dedikdə, fəradda aleyhim əhl-i sünnə fəqalu vasaftumullah bil-acz. Əhl-i sünnə onlara rəddiyə verərək belə dedi: siz Allahı acizinlə vəsf etdiniz. Fəqultum innehu yaqa'u fi mulkihi ma la yurid və həzə yəlzəmu minhu ən yəkuna acizən an yədfə şeyən la yuriduhu. Siz demiş oldunuz ki, yəni bu sözünüzdə, onun mülkündə onun istəmədiyi şeylər baş verir. Bu isə onun istəmədiyi bir şeyi dəf etməkdən aciz olması mənasını verir. Yəni bir adam bu gün qalxıb deyirsə ki, Allah Azze və Cəllə küfrün baş verməsini istəməyib. Bu Allahın iradəsi xaricindədir. Allah buna izin verməyib. Allahın iradəsi, istəyi yoxdur bunda. Hər hansı bir günah, hər hansı bir şey. O zaman əhl-i onlara deyir ki, necə olur ki, Allah Azze və Cəllə mülk onundur, amma onun mülkünə onun istəmədiyi bir şey baş verir. Onun izin vermədiyi bir şey baş verir. Onun izni olmadan bir yarpaq belə yerə düşə bilmədiyi halda necə olur ki, siz Allahı acizinlə vəsf edirsiniz. Yəni sizin sözünüzün gərəkçəsi nədir? Allah Azze və Cəllə o sevmədiyi bir şeyi dəf etməkdən acizdir.